Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 3 may 2026-cı il. Buyurun, baxın əzizləyicilər, maşallah olsun. Gördüyünüz bu iki baş mal sahibdir. Qırmızı şveçlərdəndir. İkisi də bir qapının malıdır, ana baladılar. İkisi də dişi bala ilandır. Cüt də satılır, tək-tək də satılır. Cüt qiyməti mal sahibi 7500 manata deyir. Buyurun, baxın əzizləyicilər. Gördüyünüz bu birinci mal. Gördüyünüz kimi qırmızı şveçlərdəndir. Mal sahibi deyir, altındakı bala dişidir, yəni dişi bala ilə də ağqulaq dişi balası var. 10 gündə mal sahibi deyir ki, əlini alıb. Gün ərzində səhər axşam 2 evliyə 16-17 litr arası süd verir. Buyurun, baxın əzizləyicilər, tək yanı balanın qırmızı şveçin qiyməti 4200 manatdır. Gördüyünüz bu birinci mal isə o qabaqdakı qırmızı şveçin balasıdır. Buyurun, baxın əzizləyicilər, mal sahibi deyir. O da 2 ayda doğub, altında simental mələzi dişi balası var. Mal sahibi deyir, ikinci qarına da 20 gündür kəlini alıb. Onun da qiyməti 3300 manatdır. Buyurun, baxın əzizləyicilər. Cüt qiyməti 7500-dir. Tək-tək isə biri 3300, digər isə 4200 manat. Gördüyünüz kimi da sağımdır. Hər ikisi mal sahibdir. Sakit maldılar, fağır maldılar. Südləri zığlıdır, yağlıdır. Bir sözlə mal sahibidir. Kim qapısına damazlığa mal istəyirsə buyursun, əlaqə saxlasın. Bütün rayonlara, bölgələrə çatdırma var.